Türkiyə may ayında Azərbaycana gözlənilən səfəri vaxtı İsrail Baş naziri Benyamin Netanyahunun təyyarəsinin hava məkanından keçməsinə icazə verib. Dobalifo Azaxar istinadən məlumat verir ki, bu haqda Azərbaycan-İsrail Alyans Global News məlumat paylaşıb. Bu Azərbaycanın İsrail və Türkiyə arasında gərginliyin azaldılmasına yönəlmiş vasitəçiliyinin kiçik ancaq simvolik uğurunu ifadə edir. Məlumatda qeyd edilib. Qeyd edilib ki, 2024-cü ilin noyabrında Türkiyə-İsrail prezidenti İshak Herzog'un Bakıda keçirilən COP29 sammitində iştirakını onun təyyarəsinin hava məkanından keçməsinə icazə verməməklə faktiki olaraq əngəlləyib. Vladimir Putin Volqograd hava limanına Stalingrad adı verilməsi ilə bağlı sərəncam imzalayıb. Bu haqda TASS məlumat yayıb. Putin Volqograd hava limanına Stalingrad adının verilməsinə razılıq verib. Onun sözlərinə görə Volqograd vilayətinin sakinləri, veteranlar və Ukraynadakı müharibənin iştirakçıları hava limanına Stalingrad adının verilməsini xahiş ediblər. Bu müraciəti dövlət başçısına bölgənin qubernatoru Andrey Boçarov çatdırıb. Onların sözü mənim üçün qanundur. Elə də edəcəyik. Moskvaya qayıdan kimi hava limanına Stalingrad adının verilməsi ilə bağlı fərman hazırlanacaq və imzalanacaq, deyə Putin vurğulayıb.